Salam müəllimlər, xoş gördük hər birinizi. Bugünkü mövzum sizlər üçün elektrik enerjisinin ötürülməsi və istifadəsi yollarıdır. Biz 5-ci sinif dərsliyimizə nə keçmişik ki, elektrik enerjisi yanacağın və yüksəklikdən tökülən suyun enerjisinin elektrik enerjisinə çevirən elektrik stansiyalarında istehsal olunur. Elektrik stansiyalarından biz keçmişdik Mingəçevir su elektrik stansiyası, Şirvan İstilik elektrik stansiyası və Atom elektrik stansiyalarını biz 5-ci sinif dərsliyimizə keçmişik. Gündəlik həyatda da elektrik enerjisindən evlərin, küçələrin, müəssisələrin işıqlandırılmasında istifadə olunur. Bundan əlavə, işıqlandırmadan əlavə bir çox məişət əşyalarının istifadəsində, daha sonra sənayedə, kənd təsərrüfatında geniş şəkildə istifadə olunur. Günümüzü elektrik enerjisiz təsəvvür edə bilmərik. Bəs yaxşı, elektrik enerjisinin ötürülmə və paylanma yolları necədir? Bu sxem üzərində sizlərin diqqətinizə çatdıracağam. Ümumiyyətlə qeyd etmək lazımdır ki, elektrik enerjisi böyük məsafələrə ötürülən zamanı burada elektrik itkisi baş verir. Bu elektrik itkisini cəryan, deyək ki, elektrik ötürücüsü olan naqilləri axdıqda, onları qızdırır. Cəryan, elektrik ötürücüsü naqilləri axdıqda onları qızdırır. Daha sonra Joule-Lenz qanununa əsasən deyək ki, naqillərin qızmasına sərf olunan enerji xətlərin müqavimətindən asılıdır. Nədən asılıdır? Xətlərin müqavimətindən. Ümumiyyətlə, naqil xətti çox uzun olduğu zamanı enerji ötürülməsi iqtisadi cəhətdən sərf etmir. Bu zaman itkiləri azaltmaq üçün naqillərin ən kəsiyinin sahəsini nə edirik? Artırmaq lazımdır. Artırmaq. Ümumiyyətlə, müqaviməti 100 dəfə azaltdıqda, kütləni də 100 dəfə çoxaltmaq lazımdır. Kütləni 100 dəfə çoxaldırıq. Bildiyimiz üzrə elektrik naqilləri əlvan metallardan hazırlanır və əlvan metalların da belə işlənməsi yol verilməzdir. Nədir? Əlvan metalların da belə işlənməsi yol verilməzdir. Bunun üçün də nə edilir? Bunun üçün də xəttdə cəryan şiddətini azaltmaqla aşağı salınır. Yəni, xətlərdə enerji itkisinin səviyyəsini xətlərdə cəryan şiddətini azaltmaqla aşağı salınır. Cəryanın 100 dəfə azaldılması, 100 dəfə nə edirik? Cəryanı azaldılması, qısa yazacaq. Azaldılması, naqillərdən ayrılan istiliyi 100 dəfə nə edirik? 100 dəfə ayrılan istiliyi 100 dəfə azaldır. Burada da azaldılma baş verir. Necə baş verdi? Xəttdə cəryan şiddətini azaltmaqla aşağı salmaq üçün cəryanın 100 dəfə azaldılması naqillərdə ayrılan istiliyin 100 dəfə azaldır. Yəni, naqillərin 100 dəfə, bunu daha dəqiq yazım. Naqilləri 100 dəfə ağırlaşması zamanı alınan nəticə əldə olunur. Bunun üçün isə nə edirik? Deməli, cəryanın 100 dəfə azaldılması naqildə ayrılan istiliyin 100 dəfə azaldır və naqillərin 100 dəfə ağırlaşması zamanı alınan nəticəni biz nə edirik? Bunun üçün iri elektrik stansiyalarında, həmən bax bu iri elektrik stansiyalarında yaxınlaşdırım. Həmən bu iri elektrik stansiyalarında nə qoyulur? Yüksəldici transformator. Bax, bu yüksəldici transformatordur. Yüksəldici transformatorlar qoyulur. Elektrik enerjisi istifadəçilərə, məsələn, istifadəçilər kimlərdir? Zavodlar, fabrik və ev istifadəçiyə çatmazdan əvvəl, yəni bu həmən tutaq ki, istilik elektrik stansiyasından keçdi yüksəldici transformatora, əlvan metallardan olan naqillər vasitəsilə, daha sonra gəlir azaldıcı transformatora. Bura nə üçün gəlib çatmazdan əvvəl onun gərginliyini azaldırıq? Nə üçün gəlir azaldıcı transformatorda? Deməli, gərginliyi azaltmaq məqsədi ilə. Daha sonra transformator xəttdə gərginliyi neçə dəfə artırırsa, nə baş verir? Transformator xəttdə gərginliyi neçə dəfə artırırsa, cəryan şiddətində o qədər azaldır. Burada cəryan şiddəti azalır. Bu zaman güc itkisi
necə olur? Çox olmur. Ümumiyyətlə, Respublikamızın bir neçə rayonunun elektrik stansiyası yüksək gərginlikli ötürücü xətlərlə birləşdirilərək istifadəçilərin qoşulduğu ümumi elektrik şəbəkəsini təşkil edir. Ümumi elektrik şəbəkəsi nədir? Belə birləşmə elektrik sistemi adlanır. Nə adlanır? Elektrik sistemi. Deməli, istilik elektrik stansiyasına naqillər vasitəsilə gəldi yüksəldici transformatora. Yüksəldici transformatorda nə baş verdi? Deməli, bunun üçün iri elektrik sistemində yüksəldici transformatorlarımızı biz qoyduq. Elektrik enerjisi istifadəçilərə çatmazdan əvvəl onun gərginliyini azaltdıq. Bu zaman nədən istifadə etdik? Azaldıcı transformatorlardan istifadə etdik. Daha sonra elektrik enerjisinin əsas istifadəçisi sənayedir ki, sənayenin də payına belə deyək ki, hasil olunan elektrik enerjisinin 70% düşür. 70% düşür. Təkcə belə deyək ki, sənaye deyil, həmçinin bax dəmir yol xətlərinin böyük hissəsinin elektrik dartı qüvvəsi hesabına işləyir. Bütün iri və xırda yaşayış deyək ki, məskənləri, daha sonra istehsalat və məişət tələbatları üçün elektrik enerjisinin elektrik stansiyalarından alır. Evlərin işıqlandırılmasıdır. Məişət elektrik cihazlarından istifadə zamanı elektrik enerjisindən sərf olunur və istifadə olunur. Dedik ki, sənayenin payızına düşən elektrik enerjisi nə qədərdir? 70% təşkil edir. Ola bilsin ki, müəllimlər, elektrikin belə deyək ki, kənd təsərrüfatında elektrik enerjisindən istifadə də bizim sualımıza düşə bilər, testimizdə sual formasına düşə bilər. Gəlin onlarla yaxından tanış olaq. Kənd təsərrüfatında elektrik enerjisindən istifadə. Elektrik enerjisi kənd təsərrüfatında belə deyək, texnoloji proseslərdə istifadə olunur. Məsələn, bunlar nədir? Birinci yerdə durur heyvan və quş yetişdirən fermaların qızdırılması. İkinci yerdə məişət və köməkçi otaqların mikroiqlimlərinin yaradılması. Üçdə durur heyvandarlıqda, bitkiçilikdə, təmir emalatxanalarında, qarajlarda suyun qızdırılması, buxarın alınması. Sonra dördüncü, otaq və digər, məsələn, deyək ki, yeni bitkilərin qurulduğu ambarlarda, yəni qurudulduğu ambarlarda da kənd təsərrüfatı məhsulların emalında temperatur rejiminin saxlanılmasında. Daha sonra 5-ci, tərəvəz bitkilərinin, ştillərinin yetişdirilməsi zamanı istixanaların qızdırılmasında. Deməli, elektrik enerjisi kənd təsərrüfatında texnoloji proseslərdə istifadə olundu, heyvan quş yetişdirən fermaların qızdırılmasında, məişət və köməkçi otaqların mikroiqlim yaradılmasında, heyvandarlıqda, bitkiçilikdə, təmir emalatxanalarında, qarajlarda suyun qızdırılması, buxarın alınması, ondan sonra otun və digər yeni bitkilərin qurudulduğu ambarlarda, kənd təsərrüfatı məhsullarının emalında temperatur rejimi saxlanılması, daha sonra tərəvəz bitkilərin, ştillərin yetişdirilməsi zamanı istixanaların qızdırılmasında istifadə olundu. Deyək ki, beləliklə qeyd etmək lazımdır ki, hazırda biz məlum olan müxtəlif enerji növlərinin arasında elektrik enerjisi xüsusi yer tutur. Elektrik enerjisinin ən yaxşı xüsusiyyəti nədir? Onun asanlıqla başqa enerji növünə və əksinə çevrilməsinin olmasıdır. Elektrik enerjisi sənayedə, kənd təsərrüfatında, nəqliyyat və məişətdə geniş istifadəsi nə adlanır? Elektrikləşdirmə adlanır. Dedik, elektrik enerjisi sənayedə 1, kənd təsərrüfatı 2, nəqliyyat 3, məişət 4, geniş istifadəsi elektrikləşdirilmə adlanır. Yenə də diqqətinizə çatdırmaq istəyirəm ki, müəllimlər, bu proses necə baş verdi? Yəni, elektrik enerjisini ötürmə və paylama sxeminə biz nəzər yetirək. Birinci, istilik elektrik stansiyasından deməli biz enerjini götürdük yüksəldici transformatora. Yüksəldici transformatorda nə baş verir? Yüksəldici transformatorda cəryan şiddəti üçün yüksəldici transformatorlardan istifadə olunur. Deyək ki, elektrik stansiyanın yüksəldici transformatorları biz qoyduq. Bunun üçün iri elektrik stansiyalarına qoyuldu yüksəldici transformatorlar. Bax, dönə-dönə deyirəm. Daha sonra enerji istifadəçilərə çatmazdan əvvəl onun gərginliyi azaldıcı transformatorda. Azaldıcı transformatorda isə burada budur, üstünü qara düşüb. Deməli, azaldıcı transformatorda nə etdik? Onun gərginliyi azaldı və bu zaman transformator xəttdə gərginliyi neçə dəfə artırırsa, cəryan şiddətində o qədər azaldır. Deməli, itkini azaltmaq üçün nə etməliyik? Cəryan şiddətini azaltmalıyıq.
Ümidvaram videom sizlər üçün yararlıdır. Yararlıdırsa kanalımıza abunə olub, yorum bölməsində yorumunuzu yazıb və like etməyi unutmazsınız. Hələlik.